Dərslərdən yorulmadan maksimum fayda almağın yollarını öyrənmək istəyirsənsə, bu video tam olaraq sənin üçündür. Salam, mən Suna Çərkəzli, kanalıma xoş gəlmisən. Bu kanalda şəxsi inkişaf, səni bir üst səviyyəyə daşıyacaq müxtəlif mövzularda məlumatlar paylaşıram. Əgər belə mövzular sənin üçün maraqlıdırsa, kanalıma abunə olub, videonu bəyənib rəy yazmağı unutma. Bugünkü videoda sizə öz çalışma taktikalarımdan danışmaq istəyirəm. Çünki məktəbdə, universitetdə və yaxud da ki, hər hansı bir işdə və yaxud da özümüzün öyrənmək istədiyimiz bir mövzu olanda biz onu öyrənmək istəsək də ya motivasiyamız çatmır, ya disiplinli ola bilmirik və yaxud da ki, gündəlik dərslərimizi vaxtında edə bilmirik. Bu deyəcəyim taktikaları tətbiq edərək siz də maksimum fayda alaraq dərslərinizi öyrənə bilərsiniz. İlk olaraq planlı olmaq lazımdır. Beyin plansız olanda çaşqın vəziyyətə düşür və ümumiyyətlə nəyi nə zaman edəcəyini bilməyəcəyi üçün ümumiyyətlə deyir ki, bugün nəsə eləməyim. Buna görə də tövsiyə görürəm ki, tutaq ki, siz bugün 1 saat riyaziyyat oxumalısınız və yaxud da ki, 2 saat biologiya oxumalısınız və yaxud da ki, universitet dərslərinizdən ingilis dili oxumalısınız. Fərqi yoxdur. Harda təhsil alırsınızsa, sizin mütləq bir dərsləriniz var və yaxud da imtahana hazırlaşırsınız. Düzdürmü? Siz mütləq planlı olun və yazın ki, tutaq ki, saat 8-də 2 saat riyaziyyat oxuyacağam. Saat 10-dan sonra 2 saat ara verəcəm. Saat 12-də başlayacağam 1 saat biologiya oxumağa. Yəni bu formada planlı şəkildə yazanda və yaxud da imtahana hazırlaşırsınız, 90 dənə sual var. Özünüzə artıq qoya bilərsiniz ki, bugün mən 30 sualı bitirəcəm. Bugün 30 sualı bitirəcəm belə tam planlı olmayacağı üçün, məsələn, saat 10-12 arası 10 dənə sualı oxuyacağam. 1 saat ara verəcəm, daha sonra o 10 dənə sualı təkrarlayacağam. Bu formada artıq öz planınızı sizə uyğun şəkildə qura bilərsiniz və beyin də artıq nəyi nə zaman edəcəyini bildiyi üçün daha rahat şəkildə maksimum fayda ala bilirsiniz. Yəni planlı olduğumuz təqdirdə biz bu gün nə edəcəyimizi, nəyi nə zaman oxuyacağımızı bildiyimiz üçün dərslərimizdən maksimum fayda almağa başlayırıq. İkincisi Pomodoro texnikasıdır. Yəqin ki, bunu bir çox yerdə eşitmisiniz, bir çox YouTube videolarında görmüsünüz. Amma mən də bu taktikadan istifadə elədiyim üçün istəyirəm ki, sizlə paylaşım. Çünki həqiqətən də çox faydasını görürəm. Məsələn, siz oturmusunuz, bir dərs edirsiniz. 25 dəqiqə oxuyursunuz, 5 dəqiqə ara verirsiniz. 25 dəqiqə oxuyursunuz, 5 dəqiqə ara verirsiniz. Bunu 4 dəfə təkrarlayırsınız. 4 dəfə bunu təkrarlayandan sonra isə yarım saat və yaxud da 1 saatlıq ara verməyə başlayırsınız. Əslində mən çox zaman Pomodoro texnikasını yarım saat oxuyub 5 dəqiqə ara vermək və yaxud da 1 saat oxuyub yarım saat ara vermək kimi edirəm. Çünki fikirləşirəm ki, 25 dəqiqə oxuyanda mənim diqqətim 5 dəqiqəlik arada dağıla bilər. Yəni Pomodoro texnikasını belə siz özünüzə uyğunlaşmış şəkildə istifadə edə bilərsiniz. Əsas məsələ odur ki, siz dayanmadan oxuyanda beyniniz yorulacağı üçün ondan sonra bəlkə də ondan bir neçə gün sonra artıq özünüzü sərbəst buraxacaqsınız ki, əşi oxumuşam, 3-4 gün oxumuşam falan və təkrar etmədiyiniz üçün də o oxuduqlarınızda yadınızdan çıxmağa başlaya bilər və yorula bilərsiniz, tez motivasiyadan düşə bilərsiniz. Buna görə də elə Pomodoro texnikasından istifadə etmək bizi həm daha motivasiyalı saxlayır, həm bilirik ki, nə zaman dərsimizi bitirəcəyik və digər işlərimizi görəcəyik, həmçinin də effektiv texnikadır deyə oxuduqlarımız daha yaxşı yadımızda qalır. Üçüncü olaraq aktiv təkrardan istifadə etmək lazımdır. Bu nə deməkdir? Yəni bugün oxudum, keçdim, belə bir şey olmamalıdır. Hətta bugün mən 30 sual oxudum, tutaq ki, düzdürmü? 30 sualı mütləq axşam yatmamışdan qabaq təkrarlayıb yatanda bizim ön beynimizin arxa beynimizə öyrəndiklərimiz yavaş-yavaş keçməyə başlayır. Hətta səhər oyanan kimi biz o 30 təkrarı yeni eləsək, sonra yeni sualları oxumağa başlasaq, bu zaman ümumiyyətlə öyrəndiklərimiz daha çox, daha yaxşı yadımızda qalmağa başlayacaq. Buna görə təkrar mütləqdir. Mütləq oxuduqlarımızı təkrar etmək lazımdır ki, ön yaddaşdan, yəni müvəqqəti olan yaddaşdan arxa yaddaşa, qalıcı olan yaddaşa keçsin ki, biz də imtahanda ondan istifadə edə bilək. Dördüncü olaraq çalışma mühitini düzəltmək lazımdır. Mən düşünürəm ki, dağınıq bir masada oturub oxuyanda əslində fikrimiz oradakı əşyalara dağıldığı üçün daha da fokuslana bilmirik. Bəzi insanlar var ki, elə dağınıq mühitdə oxuya bilirlər. Əgər siz də beləsinizsə, əlbəttə bu zaman yığışdırmayıb bu mühitdə oxuya bilərsiniz. Amma mən təmiz mühitdə oxuya bilən insanlardanam. Buna görə də əgər dərs oxumağa başlayacağamsa, mütləq masamın üstünə yığışdırıram, otağı işıqlandırıram və yaxud çox işıq varsa biraz işığı azaldıram ki, diqqətimi işıqda yayındırmasın və yaxud da telefonu aparıram, kənara qoyuram, çünki bilirəm ki, oradan bildiri səsi gələndə mən narahat olacağam və yaxud da əgər yanımda olmalıdırsa, bu zaman Wi-Fi-yə bağlayıram, əgər vacib bir şey olarsa zəng gəlsin. Yəni bunları eləyəndə bizim fokusumuz artıq dərsdə olur və mühitimiz də yaxşı olduğu üçün, diqqətimiz də yaxşı fokuslandığı üçün dərsdən maksimum fayda ala bilirik. Ən çox olunan səhvlərdən biri yataqda uzanaraq oxumaqdır. Belə olanda əlbəttə ki, bir
yerdən sonra artıq biz yuxuya gedirik. Buna görə də yataqda oturaraq və yaxud da uzanaraq da oxumağı tövsiyə görmürəm. Çünki yataq bizim yatmağımız üçündür və beyin də onu belə proqramlayıbdır. Buna görə də mən tövsiyə görürəm ki, yataqda oturaraq və yaxud da ki, yataqda uzanaraq dərs oxumayın. 5-ci olaraq motivasiyada qalmağı bacarmaq lazımdır. Bunun üçün özümüzə kiçik hədiyyələr eləyə bilərik. Məsələn, bunu oxuyun və bu imtahanı keçəndən sonra özümü falan şey alacağam. Çünki belə olanda beyin mükafatı gözlədiyi üçün qarşısındakı olan işi təsəlliləməyə çalışır ki, o mükafata da çata bilsin. Yəni özünüzə imtahandan sonra və yaxud da bu dərsi oxuyandan sonra falan şey eləyəcəm və bunda böyük mükafatların olmağına ehtiyac yoxdur. Məsələn, bunu eləyim, gedib özümə bir dənə çay süzəcəm və şokoladla çay içəcəm. Belə də deyə bilərsiniz və yaxud da bəzən bunu sosial şəbəkələrdə görürdüm. Kitabın müəyyən bir yerinə şokolad qoyurdu. Ora çatanda o şokoladı götürə bilər deyə oxuyurdu. Əlbəttə bunu yola verdi eləyərək yox, həqiqətən də oxuyaraq, çalışaraq eləyəndən sonra o mükafatı əldə eləmək olar. Daha sonra özünüzü başqaları ilə müqayisə etməyin. Filan kəs 2 saat oxudu və imtahana çox yaxşı hazırlaşdı. Mən 2 gün oxuyuram və hələ də yaxşı nəticələrim yoxdur. Gələk bir həftə oxuyum. Hər kəsin öyrənmə kapasitəsi fərqlidir. Buna görə də çalışın ki, özünüzü başqaları ilə müqayisə etməyin. Ümumiyyətlə müqayisə barəsində əgər maraqlı olarsa və istəyirsinizsə, mütləq bu barədə video çəkə bilərəm. Yəni özünüzü başqaları ilə müqayisə etməyin. Özünüzü müqayisə edəcəyiniz tək şəxs əvvəlki sizinlə indiki siz olmalıdır. 6-cı və son olaraq isə sağlam vərdişlərə yiyələnmək lazımdır. Yəni, mən imtahan ərəfəsindəyəm deyə 1 saat yatım, 9 saat, 10 saat oxuyum və beləliklə gedim daha yaxşı nəticə alım. Bəli, bəlkə də o imtahanda bu olacaq, amma uzun müddətli formada bu bizə faydalı olmur. Buna görə tövsiyə edirəm ki, minimum 7-9 saat arası yetkinlərdə yatmaq saatıdır. Bunu yatmaq lazımdır ki, beynimiz həqiqətən də dincəlsin. Beyin dincələndən sonra zaten biz oxuduğumuz dərsləri də daha yaxşı yadda saxlaya bilərik. Amma yuxusuz olanda, beyin yorğun olanda oxuduğu şeylərdən də maksimum fayda ala bilmir. Buna görə sağlam vərdişlərə yiyələnməyi bacarmaq lazımdır. Əlbəttə, burada təkcə yuxudan söhbət getmir. Sağlam qidalanmağı da bilmək lazımdır. Təbii ki, mən burada demirəm hər gün sağlam qidalanaq. Çünki biz insanlıq ürəyimiz nəsə istəyir, şirniyyat istəyir və yaxud da ki, fast food istəyir, bunu istifadə etmək istəyir. Amma bunu balanslı eləmək lazımdır. Biz hər gün fast food yeyəndə, əlbəttə bu da bizə təsir eləməyə başlayır, sağlamlığımıza təsir eləməyə başlayır. Ən azından həftədə 2 dəfə idmanla məşğul ola bilərsiniz. Fitnesə getmirsinizsə, yəni buna vaxtınız yoxdursa, ağır məşqlər eləmək də istəmirsinizsə, əlavə olaraq, yəni kardio eləyə bilərsiniz. Kardioya belə vaxtınız yoxsa, hər gün 10 dəqiqə yürüyüş eləyə bilərsiniz. Yaxşı, hər gün eləyə bilmirsinizsə, heç olmasa həftə 2 dəfə, 3 dəfə 10 dəqiqə yürüyüş eləyərək daha sağlam ola bilərsiniz. Sağlam bədən, sağlam beyin deməkdir. Çünki zehnimiz və bədənimiz bir-biri ilə bağlantıdadır. Hər ikisi sağlam olanda biz daha yaxşı nəticələr əldə edirik. Dərs oxumaq sadəcə oturum kitab oxuyum demək deyil, oturum dərs oxuyum demək deyil. Bütün bu dediklərimi tətbiq eləyərək daha yaxşı dərslərinizə çalışa bilərsiniz və maksimum fayda ala bilərsiniz. Ümid edirəm ki, bu video sənin üçün faydalı oldu. Əgər bu tipli videoların daha çox gəlməyini istəyirsənsə, kanalıma abunə olub rəy yazıb videonu bəyənməyi unutma.